12 aprel buraxılış imtahanında istifadə olunan 27-ci suala baxaq. Deyir ki, hansı sırada yalnız iki sözdə eyni hərf buraxılmışdır? Demək, boykot O-dan yazılır, hə? Boykot. Baryer A-dan yazıldı. Müntəxəbat E-dan yazıldı. Hamısı fərqli hərflərdir. Getdi. Asfalt F-dır. V tələffüzdür. Güvəncdir bu. Bu ya qəlb olar, yaxud da qəlb olar. Yəni F-dan orada bir şey yazmaq olmur da və yaxud da V-dan. Elə bir söz yoxdur dilimizdə. Sonra sellofan, eləmi? Pianino, aranjman oldu. Cavabımız C variantı. Ambisiya da M-dır. Tramvay da M-dır. Ambulator da M-dır. Hamısında M oldu. Buldozerdir. Foto etüddir. Sonra xına yaxdıdır. Demək cavabın olacaq burada C variantı. Hamısında, daha doğrusu ikisində O hərfidir, birində A hərfidir.